Ağdam şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Çıxanda 3 nəfər çıxmışdıq, indi qaydanda da yenə 3 nəfər qaydırıq. Şəhərə köçən ailələr öz yurtlarını dirçəltmək, yeni həyat qurmaq üçün böyük sevinç və ümidlə yola çıxıblar. Gəlimdə 6 nəfərliyim, 10 nəfərlə gedirəm. Çox gözəl bir gündür bu günləri. Bir neçə bayram ərəfəsində Ağdam şəhərində daimi yaşamağa gedirik inşallah. Artıq köç karvanı Ağdama çatıb və mənzillərin açarları sakinlərə təqdim olunub. Hada yaşayırsan, yaşa adamın öz vətəni. Ağlaya-ağlaya çıxmışam bu torpaqdan, ay oğul. İndi şükür, Allah prezidentimizə dəyməsin. İnanırsınız, ürəyim az qalır ki, yerindən çıxıyıq. Gözə görünməz Allah prezidentimizə dəyməsin. Hər bir şey gözəldir. Hamı, hər şəraiti var. Qeyd edək ki, bu mərhələdə Ağdam şəhərinə 90 ailə olmaqla 346 nəfər köçürülüb.